Salam. Salamünaleyküm. İlk öncə sizi tanıyaq. Adınız necə oldu? Quliyev Məcid. Şad oldum. Sizə bir sualımız var ilk öncə. Həyatdan sonra həyat varmı sizcə? Valla bu fikirlər çox dəyişkəndir. Amma yəni konkret bir şey demək olmaz da buna. İnsanların fikri buna görə çox dəyişir. Bəs sizin fikriniz nədir bu mövzu doğrultusunda? Mənim fikrim neytraldır, çünki onu mən bilənmərəm. Ya da onu indiyənə kimi yaşayan ya da görən heç kim onu bilənməz. Çünki bu həyatda yaşayıq da, bu həyatdan sonrasını heç kim görməyib deyə onu deyənməz. Yəni kimsə də desə ki, həyatdan sonra həyatı var, onu təsdiqləyə bilməyəcək. Ona görə də mən buna şəxsən mənim fikrimdir ki, yəni məncə onu indi heç kim bilənməz, içi mən qarışıq. Neytral baxıram o fikrə. Başa düşdüm. Sizcə bəs bu dünyanın mənası nədir? Dünyanın çox qəliz sualdır. İnsanlara görə dəyişir də, insanların həyat səviyyəsinə, onların yaşayışına, maddiyyatına görə. Yəni kimdən soruşsan tamam başqa şeylərdir. Amma məsələn mənim fikrim odur ki, mən öz həyatımı yaşayıram və onun da heç kim aidiyyatı yoxdur. Başa düşdüm. Bəs sizə görə Allah varmı? Yaradıcı yəni varmı? Yaradan var. Mənim fikrimə görə var. Yəni ki bu ateistlər başqa şey deyir, elm adamları başqa şey deyir, elm agnostiklər tamam başqa şey deyir, amma mənim fikrimə görə yəni yaradan var, elə bir qüvvə var. Çünki bu boyutda şeylər öz-özünə yarana bilməz ya da elm də onu sübut eləyənməz ki, bunu Tanrı yaratmır ya da başqa bir şey öz-özünə yaranır. Məncə var amma. Başa düşdüm. Bəs son sual, bəs Allahın bizdən istədiyi nədir? Allahın bizdən istədiyi Yaradıcının yəni bizdən istədikləri şeylər nələrdir? O bəncə sadəcə insanları yaradıb ki, yəni insanlar öz həyat yollarını özləri tutsunlar. O sadəcə bizi yaradıb və nə təkcə orada deyir, bu dəqiqə yəni hamımızın yanında ola bilərdi. Sadəcə bir nurdur, elə bir varlıq kimidir, amma heç kimin işinə qarışmır. Məncə insanlar öz yollarını özləri tuturlar. Bu qədər. Çox sağ olun. Təşəkkür edirəm sizə.